Salam, əziz güləş azarkeşləri, məşqçilər və idmançılar. Azərbaycan Güləş Federasiyası yeni layihəyə start verir. Bu layihə ölkəmizdə keçirilən yarışlarda müxtəlif görüşlərdə yaranmış mübahisəli vəziyyətlər zamanı hakim qərarların izahından ibarətdir. Məqsədimiz odur ki, bu məsələdə maksimum şəffaflığı təmin etmək, yaranmış suallara aydınlıq gətirmək və bu sahədə maariflənməni gücləndirməkdir. Bildiyiniz kimi 7-11 yanvar tarixlərində Bakı İdman Sarayında Yunan Roma və sərbəst güləş üzrə bölüşlər arasında Azərbaycan çempionatı keçirildi. Yeni layihəmizin ilk buraxılışı bu yarışdakı bəzi görüşlərdə üzə çıxan məqamların izahına həsr olunub. 77 kiloqramda Məmməli Nihat və Xassay Həsənli arasında gərgin mübarizəni izləyirik. Burada mən bir məqama toxunmaq istərdim. Deməli, Xassay öz rəqibini qaldırıb fənd etmək istəyərkən belə deyək də, rəqib onun əlindən sürüşərək xalça üzərinə qayıdır və Xasay düşünür ki, burada hansısa bir qayda pozuntusu var. Etiraz olar öz məşqçisinə deyir ki, bəs challenge edin, etiraz edin və video təkrara baxaq. Baş hakim tərəfindən və bilirsiniz ki, bu yarışa biz dünya müxtəlif ölkələrindən Olimpiya oyunlarında iştirak etmiş təcrübəli hakimləri dəvət etmişdik. Onların bəzilərinə biz video görüntüyə təkrar baxdığımız zaman görürük ki, burada heç bir qayda pozuntusu qeydə alınmır və sadəcə olaraq onun tutumu o qədər güclü olmadığı üçün, etibarlı olmadığı üçün açılır tutumu və rəqib əlindən belə deyək, sürüşüb çıxır. Bu məqamda challenge qəbul edilmərsə, bir xal cərimə xalı ilə rəqib cəzalandırılır və görüş yenidən davam etdirilir. Mən tövsiyə edərdim ki, ümumiyyətlə təcrübədən məşqçilər və idmançılar çalışsınlar ki, ilk öncə vəziyyəti doğru düzgün qiymətləndirsinlər və ondan sonra challenge etsinlər. Challenge hüququ hər zaman əllərin altındadır. Və belə deyək də, ekranda xallar yazılmamış challenge etməsinlər. Ekranda tam xala yazılandan sonra həmin belə deyək, hesaba etiraz olaraq challenge edə bilərlər. Əks halda əmin olmadığı təqdirdə challenge uzacaqlar və bir xal cərimələyəcəklər və challenge hüquqları əllərindən çıxacaq. Bir daha ondan təkrar istifadə etməyəcəklər. Yarışda maraqlı görüşlərdən biri də Xəlilov Səid və Qurbanov İlkin arasında baş tutdu. 63 kq təqdir dərəcəsində Yunan Roma güləşində deməli rəqib Xəlilov Səid 1-3 geridə olsa da son saniyələrdə cəhd edib fənd atmağa cəhd edir və uğurla bu yəni sonlanır. Ayaq üstən icra etdiyi fənd 4 xalla qiymətləndirilir hakim tərəfindən. Tam doğru da qiymətləndirilir və belə deyək də, ilkin bu qərarla razılaşmır və challenge tələb edir ki, challenge olunsun. Challenge-ə təkrar baxdığımız zaman arenada bizə böyük monitor var. Monitora veririk video təkrarı və bütün incəlirik həmin anları pauza ilə və mikrofonla izah edirik ki, həm güləşçi, həm hakim, həm məşqçi eyni zamanda da güləşə tamaşa edənlər dəqiq qərar verdiyini görsünlər və eşitsinlər. Bu vəziyyətdə 4 xalla qiymətləndirdik. Həmin vəziyyəti davam eləyək, zəhmət olmasa burada. Artıq bu outdur. Out da kontra-ataka sayılmır. Hər hansı bir ümumiyyətlə fənd qəbul olunmur. Döşədən kənarda bir fənd qəbul olunur. Video təkrara baxdığımız zaman hakimin doğru qərar verdiyini təsdiqləyirik. Xəlilov Səid bu yarışdan qalib ayrılır. Qurbanov İlkin isə challenge uduzduğuna görə bir xalla cəzalandırılır. Azərbaycan çempionatının daha bir maraqlı görüşünü izləyirik. 61 kq çəki dərəcəsində sərbəst güləş. Burada qırmızı geyimli güləşçi hücum edir, vəziyyəti kontrola götürür və göy geyimli güləşçi çalışır ki, hansı əks fənd eləsin, vəziyyətdən çıxsın. Baxın, rəqib ayaqları qırmızının əlində kontrolda olduğu üçün biz bunu 2 xalla qiymətləndiririk. 2 və özü də təhlükəli vəziyyətə fırlandığı üçün 2 xalla rəqibinə verilir. Amma görünən tərəf ki, hakim yalnız 2 xal göyə verilmişdi. O yüzden qırmızı məşqçi etiraz edir. Etiraza baxırıq və detallı şəkildə onu incəlirik. Monitor vasitəsilə hər kəsin gözü qarşısında həm tamaşaçılar, həm məşqçilər, eyni zamanda idmançılar. Və nəticə olaraq 2-2. İlk olaraq hücumda qırmızı olur. 2 xal
qırmızıya, 2 xallı göyə. Baxın, burada ilk olaraq hakimlər konsultasiya edirlər vəziyyəti. Məsəl üçün, challenge atıbsa belə, hakimlər konsultasiya edib qərarı dəyişə bilirlər. Əgər bu qərar məşqçini, idmançını qane edərsə, yerində qalır, yəni davam edir güləş. Əgər konsultasiyanın nəticəsi belə deyək, qənaətbəxş deyilsə rəqib üçün, rəqib challenge-i yenidən etiraz edir. Etiraz nədir? Qaydalara əsasən sonuncu xalı alan qalib olur. Bəli, burada gördüyümüz kimi 2 xal göy gemli güləşçi. Sonuncu xal onun aktivinə yazılır. Hücumda olan qırmızı güləşçidir. 2 xal təhlükəli vəziyyətə gətirir rəqibini və özü də əks fəndə düşdüyü üçün burada 2-2 olur. Sonuncu xal alan qalib olur və bizdə monitorda hər zaman onun üçün xüsusi bir işarə olur ki, rəqib və güləşçi və məşqçilər görür ki, burada kim üstünlük kimdədir? Yəni kim qalibdir? Çempionatımızın daha bir maraqlı görüşünü istərdim sizə şərh edim. Burada deməli idmançının reaksiyasından istərdim söhbət açım. Belədir ki, ümumiyyətlə təcrübədə mən hər zaman görmüşəm ki, dünya çempionatlarında, mütəbə yarışlarda, məsələn, bu idmançımız hiss eləyir ki, xal alıb, hakim bu vəziyyəti xalla qiymətləndirmir. Amma idmançı əmindir ki, bu üstünlük bundadır və xal alıb. İndi siz bu həmin anı izləyirsiniz, görəcəksiniz ki, döşəyin kənarına demək olar rəqibin gətirir və rəqib özü də bilərəkdən xalçanı tərk edir. Partiya güləşində biz bunu fənd yox, artıq döşəkdən kənarlaşdırmaq üçün bir xalla qiymətləndiririk. Baxın, qırmızı uduzur, yəni kriteriyara əsasən 1-1 göy gemli güləşçi qalibdir. Bu görüşün dayanmadan hücum edir qırmızı geyimli güləşçi və zona döşəyin kənar hissəsinə çataraq burada 1 xalla qiymətləndirilir. Əslində bu vəziyyət 1 xaldır. Hakim 1 xal vermir, bunu yer güləşi adlandırır sadəcə olaraq. Amma güləşçi baxın, əlinlə də tələb edir ki, məşqçisinə challenge ataq. Mənə görə burada vəziyyət üstünlük məndədir 1 xaldır. Və challenge atılan zaman juri tərəfindən, baş hakim tərəfindən monitora verilərək tamaşaçılar və idmançı məşqçilərin gözü qarşısında təhlil edilir, detallarla, pauzalarla izah edilir ki, bəli, burada 1 xal var. Mən belə güləşləri həmişə çox sevirəm, belə deyərəm ki, çünki onlar ağıllı güləşçilər və eyni zamanda özləri də gözləmirlər ki, məşqçisi challenge eləsin. Bu bir növ mən deyərdim ki, gözümün şahidi olduğum bizim 2 qat dünya çempionumuz, 3 qat Avropa Olimpiyondan biz mükafatçısı Yunan güləşçisi Rafiq Hüseynov hər zaman özü hiss elərdi vəziyyətləri və bir dəfə gözümün qarşısında hələ bir İstanbulda məşqçilər onu hiss etmədilər, amma Rafiq challenge tələb etdi və challenge-in qalibi oldu və eyni zamanda görüşün nəticəsini dəyişərək görüşdən qalib ayrıldı. Və bu cür güləşlərin olması, ağıllı belə deyək, güləşmələri şəxsən məni bir hakim olaraq çox sevindirir. Mən ümumiyyətlə səslənirəm bütün idmançılara, məşqçilərə ki, çalışsınlar, idmançılar özləri də hiss eləsinlər vəziyyəti və siqnal versinlər məşqçiyə ki, challenge at. Və yaxud da ola bilər ki, özü bir faul edibsə belə, məşqçi ola bilsin onun profildən görmür. Bəzən hakim də görmür, çünki 3 hakim idarə edir görüşü. Deməli, məşqçi challenge eləmək istəyir, etiraz, idmançı ona icazə vermir. Və idmançı özü bilir ki, bəli, bu həqiqətən də hakimin tutduğu irad haqlıdır. Burada qayda pozuntusu edib. Və bu hallarda çox gözəl bir şeydir. İdmançılar mütləq şəkildə ağıllı taktika ilə güləşməlidirlər. Bir maraqlı görüşdə sizin diqqətinizə çatdırmaq istəyirəm. İstərdim bir yerdə baxaq, təhlil eləyək. Deməli, 82 kq çəki dərəcəsində görüş izləyirik. Burada hakim göy gemli güləşçisini 1 xalla qiymətləndirir. Ona görə ki, rəqibi ayağını çölə qoyduğu üçün 1 xalla yəni qiymətləndirir. Amma burada görünən tərəf odur ki, məşqçi bu vəziyyəti görür və verdiyi hakimin qərarına razılaşmır. Challenge edir, etiraz edir. Biz video təkrara baxdığımız zaman görürük ki, qırmızı gemli güləşçisinin ayaqları tam olaraq döşəkdən çıxmıyor, xalçadan çıxmayıb. Hətta belə deyək də, yəni 2 sm olsa ayaq içəridə olarsa qırmızı zonada bu out sayılmır, yəni bu çıxış deyil. Bu vəziyyətdə video təkrara baxdığımız zaman, pauzalarla, detallı şəkildə araşdırdığımız zaman və təbii ki, monitora veririk. Baxın, idmançılar da özləri monitora baxır, hətta hakim özü də monitora baxır ki, bütün tamaşaçıların gözü qarşısında bu vəziyyəti biz təhlil edirik və mikrofonla səslə elan edirik ki, bu vəziyyətdə xal yox idi. Çünki rəqib tam olaraq xalçanı tərk etməmişdi və onun aldığı xal ləğv edilir və yenidən saniyə olaraq qayıdır həmənki vəziyyətə. Bu cür hallar təbii ki, mənə xoş gəlir. Ona görə ki, məşqçilər, idmançılar savadlı yanaşırlar işə. Yəni, hiss edirlər vəziyyətləri. Gördüklərini dərhal reaksiya vermək lazımdır. Yəni,
olsun ki, hakim o vəziyyəti elə gördü. Amma siz təsəvvür edin ki, bir xal belə görüşün taleyini həll edə bilir. Elə bir həll edici məqamlar gəlir çatır ki, baxırsan ki, mən əvvəldə buraxdığım o bir xal və yaxud da ki, uduzduğum challenge-in bir xalı görüşün taleyini dəyişir. Baxın, challenge geri qayıtdı, qalib challenge-dən qalib ayrıldı. Hətta o vəziyyətdə hakim fit çalmasaydı belə, yəni rəqib arxasına keçərək 2 xal qazanırdı. Yəni görünən odur ki, hakim də tələsdi. O anda fiti yəni tez çaldı. Ölkə çempionatının daha bir gərgin və maraqlı görüşünü sizə istərdim şərh edim. Joyev Arsen çox təcrübəli güləşçidir. Abbas Orxan da kifayət qədər təcrübəsi var. Bu vəziyyətdə Orxan rəqibindən xal almağa cəhd edir. Yəni ona görə ki, o ondan geridədir. Xal hesabında çalışır ki, maksimum gücündən istifadə edib xal alsın. Vaxta da az qalır. Vaxt gedir daha doğrusu. Burada baş qol tutarkən və Joyev də o vəziyyətdən belə deyək, çıxış yolu axtarıb və sonda belə bir vəziyyəti yaradır. 4 xal Joyevin hesabına keçir. Eyni zamanda özü əks fəndə düşdüyü üçün 4-2 və gördüyünüz kimi Görkəmli güləşçi burada neytral vəziyyətə gəlir. O yüzdən yenidən əlini tam açaraq belə deyək, təhlükəli vəziyyətdə uzanır. 4 xal qırmızı gemli güləşçiyə, 2 xal göy gemli, bir daha təkrar olaraq 2 xalı qırmızı gemli güləşçiyə qiymətləndirir hakimlər tərəfindən. Baxın, belə deyək, bu yarışa maraq qatan amillərdən biri də nüfuzları yüksək olan beynəlxalq dərəcəli Olimpiya oyunlarını, Avropa çempionatlarının, böyüklər arasında dünya çempionatını idarə etmiş 5 hakimin dəvət olunması idi və onlar da burada ədaləti, şəffaflığı təmin edirdilər. Ümumilikdə isə belə deyək, 50-yə yaxın yarış ərzində challengelər oldu. Məşqçilər tərəfindən də challenge qalib çıxdı, hakimlər tərəfindən də. Amma maraqlısı o idi ki, mənim ürəkən bir şey də demək istəyirəm ki, idmançıların özləri də hətta hiss edib vəziyyəti challenge tələb edirlər və o vəziyyəti hiss eləməkdə demək ki, onların o challenge-də qalib olmaqları da bir sevinci bir haldır.